bir fikri paylaşmaq istəyirəm sizinlə, dəyərlərlə bağlı. Mən həmişə insanları dəyərlərinə görə seçim etmələrini düşünürəm. Çünki mənim indi burada olmağımın özü təbiətə verdiyim dəyərdir. Yəni mən burada özümü yaxşı hiss edirəmsə və seçimimi təbiətdə olmağa üstünlük verəcəm. Ancaq bəziləri üçün bəlkə də bu adi bir yaşıllıqdır. Yəni bəlkə də daha sıxıcıdır. Düzdür, bu enerjiden də asılıdır. Yəni mənim burada olmağım mənə enerji verir. Başqasının enerjisi başqa yerdədir. O başqa yerdə olanda, başqa nə ilənsə məşğul olanda enerji alır. Düzdür, müxtəlifdir. Yəni enerjilər sadəcə bir yerlə kifayətlənmir. Yəni demək istəyirəm ki, kimisə biz bəzən deyirik ki, gedək, gəzək yaşıllıqda, açıq bir yerdə. O adam onu istəmirsə, onu başa düşmək lazımdır. Çünki o, yenə deyirəm, dəyərləri ilə formalaşır və enerjisinə görə hərəkət edir. Dəyərlərdən əlavə, təbii ki, son vaxtlar diqqət etdiyim insanların həyat kodlarına uyğun olan rəqəmlərində hansı enerjilərin olduğudur və bəziləri üçün təbiət çox gözəl seçim olsa da, bəziləri üçün daha sürətli bir şey, adrenalin yaşamaq, dağa çıxmaq, bəziləri nəysə hazırlamaq, alış-veriş etmək, yəni bunlar hamısı bizim təbii ki genetik kodumuzla da bağlıdır. Bunun üçün də özümüzü daha yaxşı tanımağımız önəmlidir.